Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı və müxtəlif meyvə bitkilərinin məhsuldarlığına zərər verən, karantin tətbiq edən zərərvericidir. Son vaxtlar bu zərərvericilər həddindən artıq çoxaldığına görə noyabr-dekabr aylarında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri gəlib yerlərdə baxış keçirərək çardaqlarda, onların gizlənmə yerlərində araşdırma apardılar, yoxladılar, olanları məhv elədilər, dərman preparatları ilə mübarizə apardılar. Qəhvəyi mərmər bağacığı hal-hazırda aprel ayından başlayaraq qışlama yerlərindən çıxaraq aktiv inkişaf dövrünə keçir. Ona görə bu su feromon tələlər asılır. Üstündəki feromonlar cəlb eləyir və biz görəcəyik burada zərərverici var yoxsa yox. Və sonraki mərhələdə bu feromon tələni həftədə bir dəfə monitorinq edirik. Əməkdaşlar, mütəxəssislər feromon tələləri monitorinq edərkən mobil tətbiqdən istifadə edərək həmin feromon tələlərinin şəkli çəkilir və şəkil üzərində aşkarlama nöqtəsi və yaxud da feromon tələlərinin yerləşdiyi koordinatlar və monitorinq zamanı tarixi qeydə alınır. Feromon tələləri monitorinq olunanda və rast gəlsək ki, bu bir feromon tələdə 10 dənədən artıq bağacıq, böcək rast gəlinirsə, burada cəlb etmə stansiyası quracağıq. Lokal bir yerdə, cəlb olunmuş yerlərdə ağaclara baxacağıq. Harada rast gəlinirsə, həmin ağacları dərmanlayacağıq. Bağacığa qarşı mübarizə tədbirlərində fermerlərə müəyyən tövsiyələr etmək istəyirik. Zərərverici və ona oxşar hansısa həşərata rast gəldikdə dərhal aqronoma, bitki mühafizəsi mütəxəssislərinə müraciət eləsinlər.